İbn-i Ütheymin rahiməhullah zöhr namazından sonra, dərsini verəndən sonra öz məscidindən, Üneyzədən evə qayıdır. Onunla bir nəfər tələbə də var idi. Tələbə də gözləyir şeyx axıra kimi ki, şeyx tək qalsın, ondan evə qayıtsın və doyunca suallarını versin. Və şeyxi qapıda görəndə şeyx suallarımı verə bilərəm, deyir, hə, buyur oğul, gəl. Və şeyx onun əlindən tutur və yola düşürlər məscidə. Həmin şagird ayaqqabılarını giyinmək fürsəti əldə edə bilmir. 48 dərəcə və daha yüksək temperaturda qızmış qum, isti, əl-Üneyzə, əl-Qasim, marufdur. Ayağını qoya bilməzsən. Qoysan sabahdan aptekə getməlisən. Mazda dalmağa, şişir ayağın altı. Əməl başı sulanır, qardaş. Başımıza gəlib. Dəhşət qızır. Bu da həyasından şagird. Şeyxə deyə bilmir ki, şeyx, əlimdən götürdün, çıxdın, əqqabımı götürə bilmədim. Ayağı yana, iniltisinin içinə basa, dözə, şeyxin suallarının cavabını dinlə gedir. Şeyx də baxır, uşaq narahatdır. Nəsə normaldır bu, nədənsə bu əzab çəkir. Deyir, heç büyük. Baxır, ayaqlarına görə əqqabları yoxdur. Deyir, subhanallah. Əqqabların hanı, deyir, şeyx elə tez çıxdıq ki, əlimdən də götürürüz, əqqabımı götürə bilmədim. Və aleykümselam və rəhmətullah qədri. Şeyx İbn-i Ütheymin əqqablarını çıxardır ayağından, salır qoltuğun altına və özü də ayağı yalın məscidə təzdən qayıdır, o ilə bərabər. Və deyir ki, ayaqlarını şeyx çıxardandan sonra qumun nə qədər istiliyini görüb ayaqları pişəndən sonra şeyx ağlama başladı. Dəhşət yandırır və deyirdi ki, subhanallah, annar. Subhanallah, cəhənnəm ateşi. Bu nədir ki? Ta ki, məscidə qayıtdı şagirdin bərabər, ikisi də ayağı yalan. Şagirdin əqqablarını özü götürdü, özü ayağına geyindirdi şagirdin, sonra öz əqqablarını geyindirdi, təzdən yollam elədilər. Elm belə olur, qardaş. Təvalu, əl-xəşyə. Sonra uşaq gəlir, mənim şeyximə cahil deyirlər öz formunda. Formun adı Əl-Mufavvıda, Əhl-i Tevfid.